Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan qüvvə momenti anlayışı ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, məişətdə daha hansı sadə mexanizmlərdən istifadə olunur? Sadə mexanizmlərdə qüvvədə qazanc hansı yolla əldə olunur? Fərziyyənizi söyləyin. Ümumiyyətlə, bir sıra sadə mexanizmlər var. Biz bugünkü dərsimizdə həmin sadə mexanizmlər haqqında qısaca məlumat alacağıq və öyrənəcəyik ki, həqiqətən də bu sadə mexanizmlər qüvvədə müxtəlif miqdarda qazanc verir və qazanc hesablama qaydasını da bugünkü dərsimizdə sizinlə öyrənəcəyik. Şəkildə də görürsünüz, bir neçə sadə mexanizm göstərilib. İndi gəlin bunlar haqqında daha geniş məlumat alaq. Ümumiyyətlə, keçmişdə insanlar daha çox qüvvə tələb edən işləri görmək üçün bir sıra alətlərdən istifadə edir. Bu alətlərin köməyi ilə az qüvvə sərf etməklə ağır işlərin öhdəsindən gəlmək mümkün idi. Belə alətlərə sadə mexanizmlər deyilir. Həmçinin burada da şəkildə görürsünüz. Sadə mexanizmlər qüvvənin istiqamətini dəyişən, qüvvədə qazanc verən, yəni qüvvənin qiymətini azaldan sadə qurğulardır. Sadə mexanizmlər dedik ki, qüvvənin qiymət və istiqamətini dəyişmək üçün istifadə olunan qurğulardır. Sadə mexanizmlərə link, blok, dolama çarx, mail müstəvi və sair kimi vasitələri göstərmək olar. Adətən sadə mexanizmlər iki qrupa bölünür. Link tipli və mail müstəvi tipli. Link tiplilərə link, blok, dolama çarx aiddirsə, mail müstəvi tiplilərə isə mail müstəvi, wind çift tipli sadə mexanizmlər aiddir. Gəlin danışaq ilk öncə linkdən. Qədim zamanlarda linkdən piramidaların tikilməsində, tarlaların suvarılmasında, hərbi işlərdə istifadə olunurdu. Link ümumiyyətlə tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimdir. Şəkildə də görürsünüz linki. Hər hansı bir dayaq ətrafında fırlana bilən bərk cisim hesab olunur. Link adətən tərpənməz dayaq üstündə yerləşir. Bax, burada cəhrayı şəkildə verilən tərpənməz dayaqdır. Onun hər iki tərəfinə müxtəlif iki qüvvə təsir göstərir. Əgər qüvvənin istiqamətini qırıq xətlərlə uzaqsaq, yəni biz onu yuxarıya doğru hər iki uzaqsaq, bu zaman qüvvənin təsir xəttini almış olarıq. Linkin dayaq nöqtəsindən, yəni O nöqtəsindən qüvvənin təsir xəttinə qədər olan məsafə linkin qolu olur. Görürsünüz şəkildə linkin qolları bir bu tərəfdə, sol tərəfdə, bir də sağ tərəfdə linkin qollarını görə bilirik. Linkin qolu ümumiyyətlə L və yaxud D hərfi ilə işarə olunur. Skalyar kəmiyyətdir. Vahidi metr, cihazı xəttkeşdir. Ümumiyyətlə, linkin tarazlıqda qalması üçün qüvvələrlə qollar tərs mütənasib olmalıdır. Ona görə tərs mütənasibin şərtini yazmış olsa, F1 bölünsün F2 bərabərdir, L2 bölünsün L1-dir. Yəni, tərs mütənasib bu şəkildə yazılır. Burada F-lər qüvvələrdir, yəni hər iki tərəfdə linkə təsir edən qüvvələrdir. Qüvvələr bilirik vektorial kəmiyyətdir, vahidi Newton, cihazı dinamometrdir. L1 və L2 isə uyğun olaraq linkin qolları hesab olunur. Linkdə həmçinin qüvvənin qazanc əmsalını, yəni nə qədər az qüvvə sərf etdiyini müəyyənləşdirmək üçün də yenə də bu ifadədən istifadə olunur. Ya qüvvələrin nisbətini tapırıq, ya da qolların nisbətini. Belə bir tapşırıq verilib, darvazanın divara yaxın olan dəmir çubuqlarından birini tutaraq açmaq dəstəyindən tutaraq açmaqdan daha çətindir. Sizcə nə üçün qapıların dəstəyi divara yaxın tərəfdə olmur? Əgər biz divara yaxın qoysaq dəstəyi, bu zaman onu hərəkət etdirmək üçün biz daha çox qüvvə tələb edirik. Bu zaman daha çox qüvvə təsir göstərəcəyik. Bu baxımdan da qapını açıb bağlamaq bizə çətin gələcək. Amma biz dəstəyi nisbətən qapıdan biraz uzaqda qoyduğumuz zaman, bu zaman bizdə qol uzandığına görə biz dedik ki, linklərdə qüvvələrlə qollar tərs mütənasibdir. Bu zaman qol uzandığına görə qüvvə azalacaq və biz az qüvvə ilə həmin qapını asanlıqla hərəkət edə biləcəyik. Cismə qüvvə tətbiq etməklə onun sürətini artırmaq, azaltmaq və ya hərəkət istiqamətini dəyişmək mümkündür. Biz bunu əvvəlki dərslərdən qüvvə dərsindən keçmişdik. Qüvvənin cismə təsirinin nəticələrindən biri də cismi fırlatmasıdır. Məsələn, avtomobilin sükanını döndərmək, qapını açıb bağlamaq və ya boltu fırladaraq sıxmaq üçün qüvvə tətbiq olunmalıdır.
Yəni qüvvə sayəsində cisimləri hərəkət əlavə fırlatmaq da mümkündür. Yuxarıdakı halların hər birində sükan, qapı, bolt tərpənməz dayaq ətrafında fırlanır. Biz yenə deyə bilərik ki, tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismə link deyilir. Linklərdən istifadə edərək kiçik qüvvə tətbiq etməklə çəkisi böyük olan cisimləri də qaldıra bilərik. Şəkil 2-də də göstərilib. 1 kiloqram yükü təsir edən link və şəkildə 2 göstərilmişdir ki, link vasitəsilə 1 kiloqram yükə təsir edən və linki saat əqrəbi istiqaməti fırladan ağırlıq qüvvəsi 3 kiloqram təsir edən linki saat əqrəbi istiqamətin ağırlıq qüvvəsi tarazlaşdırılıb. Yəni nə demək istəyir? Yəni bizdə sağ tərəfdə 1 kiloqram yük yerləşdirilib, sol tərəfdə 3 kiloqram yük yerləşdirilib. Əgər biz bunların hansı istiqaməti müəyyənləşdirmək istəyiriksə, sağ tərəfdəki yük adətən bu istiqamətə doğru hərəkət edəcək. Yəni saat əqrəbi istiqamətində, amma 3 kiloqramlı yük isə saat əqrəbinin əksi istiqamətində fırlatmağa çalışacaqdır. Ümumiyyətlə sadə mexanizmlərdə fırlanma effektini təmin edən kəmiyyət qüvvə momenti adlanır. Qüvvə momenti belə ifadə olunur. M bərabərdir F vurulsun L. Burada M qüvvə momentidir, F qüvvədir. L də dedik ki, linkin qolunun uzunluğu hesab olunur. Qüvvə dedik ki, vektorial kəmiyyətdir, vahidi Newton, cihazı dinamometrdir. Link də L isə linkin qoludur, skalar kəmiyyətdir, vahidi metr, cihazı xəttkeşdir. M qüvvə momenti olub, vektorial kəmiyyətdir. Qüvvə momentinin vahidi isə M bərabərdir F vurulsun N, yəni qüvvə vurulsun Newton, F vurulsun N şəkildə yazsaq. Düsturda M qüvvə momenti olub, vektorial kəmiyyətdir. Qüvvə momentinin vahidi belə təyin olunur. Qüvvə momentinin yerinə, əgər düsturda M bərabərdir F vurulsun L-dirsə, qüvvənin yerinə Newton, uzunluğun da yerinə metr yazsaq, qüvvə momentinin vahidi Newton vurulsun metr olmuş olacaq. Həmçinin biz qüvvə momentinin düsturuna əsasən qüvvənin qolu ilə, yəni qüvvə momentinin həm qüvvə ilə, həm qol ilə asılılığına baxa bilərik. Düsturdan da görünür ki, qüvvə momenti həm qüvvə ilə, həm də qolu ilə düz mütənasibdir. Düz mütənasibliyin qrafiki isə mərkəzdən keçən düz xətt formasında olacaqdır. Əgər biz bunu cədvəl şəklində yazsaq, bu şəkildə yazarıq. Qüvvə momenti, işarəsi, düsturu, vahidi, cihazı. Siz bunu özünüz də dəftərinizdə qeyd edib, məsələ həllində lazım gəldikdə istifadə edə bilərsiniz. Linki saat əqrəbi istiqamətində fırlatmağa çalışan qüvvənin saat əqrəbinin əksi istiqamətində fırlatmağa çalışan qüvvənin qoluna hasilinə bərabər olduqda link tarazlıqda qalır. Gəlin baxaq bu nə deməkdir. Baxın, bizə sağ tərəfdə qüvvə verib. Ona uyğun qolu verilmişdir. Bu qüvvənin yaratdığı moment adətən bu istiqamətə doğru olacaqdır. Əgər çəksək, saat əqrəbi istiqamətində olacaqdır. Həmçinin F1 qüvvəsinin yaratdığı qüvvə momentinin istiqaməti isə saat əqrəbinin əksi istiqamətində olacaqdır. Əgər biz istəyiriksə link tarazlıqda qalsın, o zaman onların qüvvə momentləri bərabər olmalıdır. Yəni nə demək istəyirik? Yəni sağ tərəfdəki yaratdığı qüvvənin qüvvə momenti sol tərəfdəki yaratdığı qüvvənin qüvvə momentinə bərabər olmalıdır. Yəni F1 L1 bərabər olmalıdır F2 L2. Yalnız bu halda biz deyə bilərik ki, link tarazlıqdadır. Yəni heç bir hərəkət etmir. Əks halda, yəni əgər bizdə sağdakı qüvvə momenti soldakindən böyük olarsa, bu zaman sağdakının istiqamətinə doğru gedəcək. Yəni saat əqrəbi istiqamətində hərəkət edəcək. Əgər soldakı qüvvənin momenti böyük olarsa, bu zaman həmin link saat əqrəbinin əks istiqamətinə doğru hərəkət etməyə başlayacaqdır. Linkin ümumiyyətlə bir neçə növləri var. Birinci növ, ikinci növ, üçüncü növ linklər. Biz linklərdə, yəni bu asılı dayaqdan, məsəl üçün birinci növ linkdə baxsaq, dayaq mərkəzdə yerləşir, qüvvələr isə onun ətrafında, sol və sağ tərəfində yerləşir. Biz buna misal göstərərək çəkici göstərə bilərik. Çəkicin bir növ linkə bənzədilir. Həmçinin qayçını göstərə bilərik. Burada dayağı və onun qüvvələri göstərilir və həm onun uc hissəsində, həm də əl tutulacaq hissəsində var. İkinci növ linkdə isə
Dayaq bir kənardadır, amma qüvvələr isə əksinə bir tərəfdə, sağ tərəfdədir. Və bu belə lingə də biz misal göstərib şəkildəkini göstərə bilərik. Üçüncü növ lingdə də əslində dayaq yenə də sol tərəfdədir, qüvvələr isə sağ tərəfdədir. Sadəcə istiqamətləri fərqlidir. Buna da yenə də müxtəlif misallar şəklində göstərə bilərik. Ümumiyyətlə, lingin bir sıra tətbiqləri var. Ling qayçıda rast gəlinir. Qayçıya baxsaq, mərkəzi hissəsi onun dayaq hissəsi hesab olunur. Bizim qüvvə tətbiq etdiyimiz qüvvə, həmçinin yük. Yəni biz burada dayağın sol və sağ tərəfində bir neçə iki qüvvə görə bilərik. Bir bizim əlimizin göstərdiyi qüvvə, bir də yükün həmin qayçıya göstərdiyi qüvvəni göstərə bilərik. Dedik. Baxın, həmçinin burada da eyni tip. Buna aid bir sıra şəkillər var. İkinci halda lingi insan əzələsində rast gəlinir. Məsəl üçün, dayaq onun mərkəzi diz hissəsi olur. Amma əzələ qüvvəsi lingin, həmçinin burada lingin qolu da göstərilmişdir. Qüvvə də burada vardır. Yəni, ayağa təsir edən ağırlıq qüvvəsi. Və biz bu ayağımızla aşağıya doğru hərəkət etdirəndə saat əqrəb istiqamətində hərəkət etmiş olur. İnsan əzələsində rast gəlmək olur. Eyni ilə burada dayaq və müxtəlif əldə olan qüvvə, bir də ki, əzələnin özündə olan qüvvə. Üçün ayaq əzələlərində də qüvvələri lingə aid misal göstərmək olar. Baxın, lingə aid neçə misal göstərilmişdir. Üçüncü halda lingi ağır yüklər üçün qaldırmaq üçün istifadə olunur. Keçmiş zamandan da biz bundan geniş istifadə edirik. Yəni biz əgər hər hansı bir ağır yükü adi şəraitdə qaldıra bilmirdikdə, lingdən istifadə edərək az qüvvə tətbiq etməklə bu yükü qaldırıb yerindən tərpədə bilirdik. Baxın, həmçinin burada da göstərilir. Məsələn, təkəri qaldırmaq istəyirdiyimiz zaman lingdən istifadə edilib. Burada da ağır qaldırmaq üçün istifadə olunurdu. Baxın, burada da. Həmçinin burada da ağır yüklər üçün istifadə olunur. Lingi həmçinin oyun məqsədindən də istifadə olunur. Biz bunu parklarda da rast gələ bilərik. Yəni, bunun vasitəsilə əylənmək mümkündür. Burada görünür. Lingi çərəz sındıran qayçılarda rast gəlmək olar. Eyni ilə o da lingin bir növüdür. Bax, burada da göstərir ki, dayaq və qüvvələr göstərilmişdir. Dayaq hissəsi buradadır. Qüvvələr də vardır. Lingə kağız tikmək üçün istifadə olunan steplərdə rast gəlmək olar. Lingə yaponların yemək üçün istifadə etdiyi çubuqlarda rast gəlmək olar. Lingə çəkiçdə rast gəlmək olar. Onun da dayaq və qüvvət hissələri mövcuddur. Bax, dayaq hissəsi burasıdır. Bura bəlirmiş və bir də yük hissəsi göstərilmişdir. Lingə çəkiçdə rast gəlmək olar, dedik eyni ilə. Lingə yük daşıyan arabalarda rast gəlmək olar. Baxın, dayaq bunun üçün təkəri olur, yəni onun saxladığı yer. Və qüvvə isə sol tərəfində onun iki növ qüvvə tətbiq olunur. Bir insanın göstərdiyi qüvvə, bir də yükün göstərdiyi qüvvə. Lingə tərəzilərdə rast gəlmək olar. Tərəziyə də bir növ ling kimi baxmaqlar. Mərkəzi hissəsi onun dayaq hissəsi, sol və sağ isə ona təsir edən qüvvələrdir. Lingə qapıda rast gəlmək olar. Yenə dayaq, qüvvə və onun qolu. Lingə naqil kəsən qayçılarda rast gəlmək olar. Baxın, dayaq hissəsi ortasıdır. Bir təsir göstərdiyi qüvvə, insanın onun tutacaqlarına göstərdiyi qüvvə. Lingə dedik naqil kəsən qayçılarda, həmçinin lingə körpələrdə rast gəlmək olar. Lingə mismar qopardan alətlərdə rast gəlinir. Burada da baxın, dayaq verilir. Dayaq yəni onun möhkəm saxladığı, tərpənməsini təmin etdiyi yer, qüvvə və yük olan hissəsi. Lingə yeri qazmaq üçün istifadə olunan beldə də rast gəlmək olar. Lingə beyzbol çubuğunda da rast gəlinir.
Burada eyni ilə dayaq hissəsi, qüvvə və yük hissəsi göstərilmişdir. Baxın, burada da həmçinin görür. Ümumiyyətlə, sizdə belə bir fəaliyyət verilmişdir. Fəaliyyət nəticəsində biz link düzəltməliyik. Linki isə biz xəttkeş və yüklərdən istifadə edəcəyik. Və xəttkeşin altına biz pozan qoyuruq. Pozan bizim üçün dayaq hesab olunur. Sonra müxtəlif yüklər onun üzərində yerləşdiririk. Və biz məqsədimiz bunu tarazlaşdırmaqdır. Yəni biz elə etməliyik ki, linki saat əqrəbi istiqamətində göstərilən qüvvə momenti ilə saat əqrəbinin əksi istiqamətində göstərilən qüvvə momenti bir-birinə bərabər olsun. Yəni biz qüvvə momentlərinə diqqət yetirməliyik. Yəni biz yükləri sağ və sol tərəfdə qoymaqla tarazlığı əldə etməliyik. Bir növ elə bir tərəziyə bənzəyir. Yəni biz burada nə vaxt ki tarazlığı əldə etsək, biz onda anlayacağıq ki, burada qüvvə momentləri bir-birinə bərabərdir. Təbii ki, burada qüvvələrlə qollar arasındakı münasibət də nəzərə alınacaq. Biz bilirik ki, qüvvələrlə qollar tərs mütənasibdir. Yəni biz böyük qüvvə qoyduğumuz yerdə qolu daha az götürməliyik. Kiçik qüvvə, yəni kiçik yük, onun yaratdığı ağırlıq qüvvəsini qoyduğu yerdə isə qolu nisbətən uzun götürməliyik. Nəticədə elə şəkildə qoymalıyıq ki, buradakı xəttkeş adi link kimi tarazlıq şərtini ödəsin. Həmçinin sadə mexanizmlərdən dolamaçarxı göstərmək olar. Dolamaçarx ox ətrafında fırlanan təkərdən ibarət sadə mexanizmdir. Şəkildə də görürsünüz. Ətrafında fırlanan təkərdir. Burada da görürsünüz. Burada bir neçə yerlərdə, bir sıra yerlərdə istifadə olunur. Dolamaçarx məsələn yük daşıyan arabalarda rast gəlinir. Baxın, təkər hissəsinə baxdınız, görə bilirsiniz. Yəni, təkər olan hissələrdən söhbət gedir əslində. Əyləncə məqsədi və istifadə olunan şeytan çarxında da istifadə olunur dolamaçarx. Müxtəlif nəqliyyat vasitələrində rast gələ bilərik. Hansı nəqliyyat vasitələrindəki təkər var. Burada deyə bilərik ki, dolamaçarx geniş istifadə olunur. Söhbəti göstərə bilir. Bəzi qapı tutacaqlarında rast gəlinir. Sanki elə bir ox ətrafında fırlanan təkərə bənzədiyinə görə bu dolamaçarx da deyə bilərik. Mühərriyin hissələrində rast gəlinir. Mühərriyin də elə hissələri var ki, müəyyən bir ox ətrafında hərəkət edir. Quyudan su çıxartmaq məqsədi ilə istifadə olunur. Orada da biz elə bir ki, fırlatdıq hissəsini, suyu araya doğru qaldıra bilirik. Sərinkeşdə istifadə olunur. Sərinkeş də eyni ilə həm ox ətrafında fırlanan təkərə bənzəyir. Sadə mexanizmlərə hidravlik maşına aid etmək olar. Hidravlik maşın da ümumiyyətlə geniş şəkildə istifadə olunur. Məsələn, biz götürə bilərik ki, yağ emalı zavodlarında yağ çıxartmaq məqsədi, yağı presləmək məqsədinə hər hansı bir bitkidən, hər hansı bir məmulatdan əzib presləyərək yağ əldə etmək məqsədinə istifadə olunur. Karton hazırlamaq məqsədinə istifadə olunur. Çaylar üzərində bəndlərdə istifadə olunur. Su çənlərindən quyudan su qaldırmaq məqsədinə istifadə olunur. Nəqliyyat vasitələrinin əyləc sistemində istifadə olunur. Ağır yükləri qaldırmaq üçün istifadə olunur. Həmçinin burada da görə bilirsiniz. Liflərdə istifadə olunur. Arteziyan quyularda suyu səthi çıxartmaq məqsədinə istifadə olunur. Nasoslarda istifadə olunur. İşləmə prinsipi Paskal qanununa əsaslanır. Hidravlik maşınlar, biz bunu gələcək dərslərimizdə sizinlə daha geniş formada məlumat əldə edirik. Digər sadə mexanizmlərdən çivi göstərmək olar. Çivi kəskin uca malik olan bir sadə mexanizmdir. Məsəl üçün, burada da görürsünüz. Çivinin də bir sıra tətbiqləri var. Məsəl üçün, ağır cisimləri hərəkət etdirmək üçün istifadə olunur. Çiv bıçaqlarda istifadə olunur. Bıçağın uc hissəsinə baxsaq, çivə bənzətmir. Baltada istifadə olunur. Yəni, bunun sayəsində biz az qüvvə ilə daha çox iş görə bilirik. Yoxsa adi halda biz bunu odunu yarmaq biraz çətin olardı. Amma biz bu baltadan, yəni baltanın müəyyən hissəsi çivə bənzi, çiv formasında olduğunda biz bu işi daha rahatlıqla görə bilirik.
Çivə mismarda rast gəlinir. Mismarın da uclusa iti uclu. Dişlərimizdə də rast gəlmək olar. Əslində dişlərimiz nə qədər iti olsa, bu zaman qidanı kəsmək, qırdalamaq daha rahat olur. Çivə paltarda rast gəlinən sancaqda rast gəlinir. İstifadə olunan sancaqlarda rast gəlinir. Həmçinin digər sadə mexanizminə Arximet vinti də aiddir. Arximet vinti də görürsünüz şəkildəki formada malikdir. Arximet vinti məsəl üçün mismarda rast gəlinir. Baxın, mismarın da həmin vintə bənzəyir. Elektrik lampasında rast gəlinir. Baxın, bağlanan hissəsi. Müxtəlif cihazların daxili hissələrində rast gəlinir. Sanki dairəvi qarğac formasında bir formaya malik. Linkdən istifadə edərək işimizi necə asanlaşdıra bilərik? Dedik ki, link çox böyük xüsusiyyətlərə malikdir. Yəni, biz real həyatda çox geniş məqsədlə linkdən istifadə edə bilərik. Linkdən, məsəl üçün, əgər hər hansı bir yükü qaldırmaq istəyiriksə, bunu adi halda əlimizlə qaldırmaq bizim nisbətən çətindir və yaxud mümkünsüz. Bu halda biz linkdən istifadə edərək həmin yükü asanlıqla qaldırıb bir yerdən digər yerə apara bilərik və həmçinin hərəkət etdirə bilərik. Bu nəticəsində linkdə az qüvvə sərf etməklə böyük qüvvəli işlər görmək mümkündür. Linkin tarazlıq şərti hansı düsturla ifadə olunur? Bilirik ki, linkin tarazlıqda qalması üçün ümumiyyətlə qüvvə momentləri bir-birinə bərabər olmalıdır. Yəni biz deməliyik ki, M1 bərabərdir M2 olmalıdır. Qüvvə momentinin düsturunu yazanda biz görürük ki, hər bir tərəf üçün F1 L1 bərabərdir F2 L2 şəklində yazmalıyıq. Və buradan da belə nəticəyə gəlirik ki, qüvvələrlə qollar tərs mütənasibdir. Yəni F1-in F2 olan nisbətini yazsaq, ona uyğun olaraq L2 bölünsün L1 formasında yazmalıyıq. Digər tapşırıqda deyilir ki, bizə deyilir ki, qüvvənin qapaq açanın dəstəyinə təsir edən qüvvənin qolu, yəni L2, qapağa təsir edən qüvvənin qolundan 6 dəfə uzundur. Bu sadə mexanizm qüvvədə neçə dəfə qazanc verir? Ümumiyyətlə, qüvvədə qazanc əmsalını burada elə bir linkdən istifadə olunub, link tipli mexanizmdən istifadə olunub və biz bilirik ki, qüvvədə qazancı əldə etmək üçün ya biz qüvvələrin nisbətini bərabər edirik qolların nisbətinə, təbii ki, tərs mütənasib olaraq. Əgər bizdə deyirik ki, qolların nisbəti bir-birindən 6 dəfə fərqlənir, onu göstərir ki, qüvvədə də həmin qədər 6 dəfə fərqlənmə olacaq və nəticədə bu mexanizmdə qüvvədə 6 dəfə qazanc verəcək. Digər tapşırığa baxsaq, bizdə burada iki növ çəki verilib. Çəkinin biri kəsəyənin çəkisi, digəri isə filin çəkisidir. Və bunlar tarazlıqda qalmışlar və filə təsir edən qolu da verib, amma bizdən kəsəyənin təsir edən qolunun uzunluğunu soruşur. Əgər biz burada qeyd etsəydik, verilir formasında, tutalım ki, kəsəyənə aid olan çəkini biz qüvvə kimi götürsək, F1 bərabərdir 1 Newton yazardıq. Amma filə aid çəkini, yəni qüvvəni götürsək, 25.000 Newton yazardıq. Və uzunluqlara baxsaq, filə təsir edən qolu, yəni L2 yazardıq. Çünki 2 qəbul etmişik, 10 metr. Amma kəsəyənin qolunu, yəni L1 bərabərdir sual şəklində yazardıq. Biz bilirik ki, qüvvələrlə qollar tərs mütənasibdir. Ona görə də qüvvələrlə qolların mütənasibliyini yazsaq, F1 böyükdür F2 bərabərdir L2 böyükdür L1. L2 bölünsün L1. Bu zaman qiymətlərini qoysaq, yəni 1 bölünsün 25.000 bərabərdir 10 bölünsün x. Burada heç bir çevirmə aparmadıq, çünki hamısı əsas vahidlərlə verilmişdir. Yəni L1-i, yəni x-i tapsaq, 25.000-i 10-a vurmuş olmalıyıq. Yəni 250.000 alacaq. Bu da metr. Demək, əgər biz kəsəni yerləşdirmək istəyiriksə, bu zaman onun qolunun uzunluğu daha böyük götürməliyik ki, tarazlıq əldə edə bilək. Həmçinin belə bir tapşırıq verilmişdir sizin kitabınızda. Bizə deyir ki, cismə təsir edən ağırlıq qüvvəsinin qolunun şagirdin linkə təsir etdiyi, tətbiq etdiyi qüvvənin qoluna nisbəti 2/1-dir. İndi biz burada nəyi? Cism tarazlıqdadır. Tarazlıqda olması üçün biz bilirik ki,
qüvvə momentləri bir-birinə bərabər olmalıdır. Yəni saat əqrəbi istiqamətində göstərilən qüvvə momentləri ilə saat əqrəbinin əksi istiqamətindəki qüvvə momentləri bərabər olmalıdır. Bizə də biz qüvvələrin nisbətini yazdığımız zaman qolları tərsinə yazırıq. Qolları da yazanda əgər biz birincini qəbul etmişiksə, növbəti məsələdə deyilir ki, cismə təsir edən ağırlıq qüvvəsinin qolunun şagirdin lingə tətbiq etdiyi qüvvənin qoluna nisbəti 2:1-dir. Yəni bizdə qollar nisbəti verilib. Bizdən soruşulur ki, link tarazlıqda olarsa cismin kütləsi nəyə bərabərdir? B variantında şagird linkdən əlini çəkərsə o hansı istiqamətdə fırlanar? Birinci qəbul edirik ki, biz bilirik ki, linkdə tarazlıq şərti əsas odur ki, qüvvə momentləri bərabər olmalıdır. Yəni cismə, yəni lingə təsir göstərən saat əqrəbində istiqamətində təsir göstərən qüvvə momentləri ilə saat əqrəbinin əksi istiqamətindəki göstərən qüvvə momentləri bərabər olmalıdır. Bizdə 6 Newton qüvvənin göstərdiyi saat əqrəbi istiqamətində olacaq. Digər göstərdiyi isə saat əqrəbinin əksi istiqamətində qüvvə momenti yaradacaq. Bunların birini 1, digərini 2 qəbul etsək, yəni biz burada biri bu tərəfdə qəbul olunub, istədiyimizi qəbul edə bilərik, fərqi yoxdur. Tutalım ki, biz bu tərəfi 1, digər tərəfi, sol tərəfi 2 qəbul etmişik. Bizə deyilir ki, 6 Newton görürsünüz, burada qüvvə verilib. Demək, F1 bizdə 6 Newtondur, ona görə bu şəkildə yazmışlar. Sonra qüvvələrlə qollar tərs mütənasibdir, yazarıq. F1-in F2-yə olan nisbəti bərabərdir L2-nin L1-ə nisbəti. Bizdə deyilir ki, ağırlıq qüvvəsinin qolunun, ağırlıq qüvvə, şagirdin lingə tətbiq etdiyi qoluna nisbəti, yəni 2-nin 1-ə olan nisbəti, yəni L2-nin L1-ə olan nisbəti 2:1-dir. Və bu şəkildə yazsaq, biz F2-ni qiymətlərini 12 Newton tapmış olarıq. Və nəticədə F2-ni tapdığımız zaman biz bilirik ki, burada müəyyən ağırlıq qüvvəsi yaranacaq. F2 də bərabər mj olacaq. J-nin yerinə 10, F2-nin yerinə 12 yazsaq, kütləni biz 1,2 kq tapmış olacaq. Yəni burada tarazlığın yaranması üçün qüvvə, yəni sol tərəfdəki qüvvə 12 Newton olmalı idi. Kütlə isə 1,2 kq olmalı idi. Əgər şagird linkdə əlini çəksə, yəni təsəvvür edin ki, saat əqrəbi istiqamətində olmasa hərəkət, bu zaman təbii ki, linkimiz tarazlıqda olmayacaq. Bu zaman sol tərəfdəki qüvvə momenti daha böyük olacaq və linkimiz saat əqrəbinin əksi istiqamətində, yəni əks istiqamətinə doğru hərəkət edəcəkdir. Digər tapşırıqda deyilir ki, lingə təsir edən qüvvələrdən hansı onun saat əqrəbi hərəkət istiqamətində, hansı isə saat əqrəbinin əksi istiqamətində fırlatmağa çalışır. Gəlin baxsaq, burada hər hansı bir yük dayanmışdır. Yükə baxsaq, bu istiqaməti həmişə dayağa tərəf yönəldirik, həmin qüvvənin istiqamətini. Biz bir tərəf yönəlsək, görərik ki, burada saat əqrəbi istiqamətində fırlanır. Saat əqrəbini müsbət qəbul edirik. Amma buradakı qüvvənin dayağa tərəf yönəlsək, o zaman görərik ki, saat əqrəbinin əksi istiqamətində fırlanır. Buna da mənfi qəbul edərik. Lingə təsir edən ağırlıq elastiklik qüvvəsi 10 Newton olarsa, onun ortasında yerləşmiş tircik kütləsi nə qədərdir? Gəlin belə qəbul edək. Biz tutalım ki, lingin uzunluğu bizdə L-dirsə, buradakı amma məsafə olacaq bizdə L bölünsün 2. Biz bilirik ki, lingin tarazlıqda qalması üçün qüvvə momentləri bir-birini tarazlaşdırmalıdır. Yəni, hər iki tərəfdə qüvvə momentləri bərabər olmalıdır. Biz də götürəsək, buradakı yükün ağırlıq qüvvəsini, yəni yazmalıyıq əslində M1 bərabərdir M2. Bunu 1, bunu 2 qəbul etsək, burada yazarıq ki, mj, yəni bu cismin ağırlığının onun qoluna olan fasili bərabərdir. Elastik qüvvəsinin, F elastikin bunun qoluna, yəni qol deyəndə bu da L götürüləcək. Hər iki tərəfdən L-lər ixtisar gedər. Bizdə F elastiki verib bizə. F elastik bizdə 10 Newtondur. Onda yaza bilərəm ki, M, J-ni yerinə 10 yazaram, bölünsün 2, bərabərdir 10 Newtona. Və biz buradan kütləni tapmış olsaq, 2 kiloqram almış olacaq. Yenə də biz burada lingin tarazlıq şərtindən istifadə etdik. Qüvvə momentləri bir-birini bərabərləşdirərək tirciyin üzərində yerləşmiş cismin kütləsini təyin etdik. Keçək digər tapşırığa. Deyilir ki, qüvvə momenti hansı kəmiyyətlərdən asılıdır? Biz bilirik, qüvvə momenti
M bərabərdir F vurulsun L-dir. Və buradan belə nəticəyə gəlirik ki, qüvvə momenti həm qüvvədən, həm də qüvvənin qolundan asılıdır. Düzmü hansı basılıdır özdə. Pin gərilmə qüvvəsi 4 Newtondur. Baxın, burada qüvvə bizə verib 4 Newton. Qabın və içindəki mayenin birlikdə kütləsini hesablayır. Yenə də burada Lingen tarazlıq şərtindən istifadə edəcəyik. Yəni qüvvə momentlərini bir-birinə bərabərləşdirəcəyik. Tutalım ki, biz burada cismin kütləsini bilmirik. Yəni qabla onun içindəki mayenin kütləsini bilmirik. Burada yazsaq mg qolunun uzunluğuna vurmalıyıq. 15 cm. Çevirmə aparmırıq çünki hər iki tərəfdə santimetrlər olduğuna görə ixtisar gedəcək. Digər tərəfdə qüvvə ilə 4-ü bu dəfə 6 cm vuracağıq. Hesablasaq, burada J-ni yeni 10 yazarıq. Yəni biz burada M-i tapmış olsaq, bu zaman 4-ü 6-ya vurub, məxrəcdə isə 10 vurulsun 15 şəklində yazmalıyıq və hesablayaq. Bu zaman alınan cavab 0,16 kilogram olacaq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyirik ki, dayaq lingin ortasında, ling isə tarazlıqdadır. Cismin M ilə göstərilmiş kütləsini müəyyən edin. Yenə də burada lingin tarazlıq şərtini riayət etməliyik. Yəni qüvvə momentlərini bir-birinə bərabərləşdirməliyik. Bu zaman qüvvə momentlərini bərabərləşdirsə, sol tərəfdəki qüvvə momenti, yəni M vurulsun J 50 cm uzunluğuna vuracaq. Yenə də 100 qram mütləq kiloqrama çevirsək, 0,1 kiloqram vurulsun 10 vurulsun 40 cm. Burada da J-ni yerinə 10 yazmalıyıq. Çünki hər iki tərəfdə J-lər istifadə olunub. Əslində burada onlar ixtisar gedir. Və M-i tapmış olsaq, 0,1-i 40-a vurub 50-yə bölməliyik. Hesablayaq. Və nəticədə 0,8 kiloqram almış olacaq. Deməli, biz bu dərsimizdə sizinlə sadə mexanizmlərlə tanış olduq. Həmçinin sadə mexanizmlərin bir neçəsi ling, olamaçaq, çivlə tanış olduq və onların real həyatda hansı məqsədlər üçün istifadə edildiyini öyrəndik. Qüvvə momenti anlayışına tanış olduq. Qüvvə momenti bildik ki, əslində cisimləri fırlatmaq məqsədindən istifadə olunur. Yəni, əgər biz linkdə tarazlıq şərtini müəyyənləşdirmək istəyiriksə, mütləq şəkildə onların qüvvə momentlərini bir-birinə bərabərləşdirməliyik. Və mövzuya aid bəzi tapşırıqlara baxdıq və tapşırıqlar sayəsində biz qüvvə momentini necə hesablamalı olduğumuzu daha geniş formada öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.